Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salam olsun değerli izleyicilere. Allah'ın salamı olsun İmam Rıza Aleyhisselam'ın hərəmindən bütün əhl-i sevərlərə və bu həqiqətən sevindirici haldır ki, insanın hissləri bilmirsən nə cür ifadə eləyəsən o hisslərini ki, başa salasan insanlara. Bircə dənə kəlmə deyim ki, gözdən görünəsi bir yerdir, həqiqətən məkandır. İnşallah Allah Teala arzu edənlərə nəsib eləyirəm Allah Teala'dan. İnşallah onlara da nəsib olsun. Görməyənlərə həqiqətən ona görə deyirlər ki, görməyənin bir hacəti olur, görənin də min hacəti olur. Çünki görən görüb artıq dadıb onu, həmişə gəlmək istəyər, amma görməyən hələ ki dadmayıb. İnşallah. Həmçinin bunu da qeyd edeyim ki, İmam Rıza Aleyhisselam'ın özü buyurur, hamımıza, hər kəsə lazım olan bir cümlədir həqiqətən. Buyurur ki, hər kəs məni bir dəfə ziyarət eləsə, bu Məşhəd şəhərində, mən onu 3 dəfə 3 yerdə ziyarət eləyərəm. Bu həqiqətən məşhur hədisdir. Nəzərinizə çatdırım ki, buyurur, birinci, onun ən çətin anı ki, hər kəs ki ona baxır, o can verən halətdir, heç nə əldən gəlmir. Həmin halətdə mən ona yardım eləyərəm. İkincisi, İmam Rıza Aleyhisselam buyurur ki, ikinci qəbr evində ki, heç kəsin orada daxil olmayacağı, sadəcə Allah'tan özüm qaldığım bir məkandır, əməllərimlə baş-başa qaldığım məkandır. Orada mən ona yardım eləyərəm. Üçüncüsü isə Sirat körpüsündən əlindən tutaram, inşallah cənnətə apararam. Bu həqiqətən mən düşünürəm ki, hər bir kəsin istədiyi bir addımdır. İnşallah İmam Rıza Aleyhisselam ki, hələ ki nəfəsimiz üzərimizdədir, ömrümüz yerindədir. İnşallah fürsətdən istifadə eləyək, çalışaq. Bu Məşhəd şəhərinə qədəm var. Vəssalamu aleykum və rəhmətullah və bərəkətuhu.